Bugünkü mövzumuz studiyamızın atmosferi ilə əlaqəlidir. Bu mənəvi dəyərlər haqqında nə düşünürsən? Tamamilə razıyam Azər. Mənəviyyat cəmiyyətimiz üçün həmişə vacib olur. Fələk və Nas surələrinin icmalı İslami mövzulu podkast verilişindən Azər. Bugün podkastımızda Quranın son 2 surəsini, Fələk və Nas surələrini dərindən araşdıracaq. Onlar Müəvvizətəyn və ya sığınma surələri kimi tanınırlar. Rəşid, bəli, bu 2 surə qısa olsa da inanılmaz dərəcədə təsirlidir. Onlar sanki bir cütlük kimidirlər. Elə deyilmi? Tamamilə. Onlar bizi həm xarici, həm də daxili təhlükələrdən qorunmaq üçün bir növ mənəvi qalxanla təmin edirlər. Gəl podkastımızı Fələk surəsi ilə başlayaq. Orada söhbət nədən gedir? Rəşid, Fələk surəsi daha çox xarici şerlərdən, yəni ətrafımızdakı dünyada mövcud olan mənfi enerjilərdən qorunmağa yönəlib. Surədə sığınıram sübhün Rəbbinə ifadəsi ilə başlayır. Bu sübh, fələk obrazı çox maraqlıdır, çünki o qaranlığın yarılmasını və nurun gəlişini simvolizə edir. Azər. Beləliklə biz yaradılmışların şərindən, qaranlıq çökəndə gecənin şərindən, düyünlərə üfürən sehrbazların və həsəd aparanın şərindən Allaha sığınırıq. Rəşid. Məhz belədir. Bu bizi əhatə edən və bəzən görə bilmədiyimiz mənfi təsirlərdən qorunmaq üçün bir çağırışdır. İndi isə podkastımızın növbəti hissəsində Nas surəsinə keçək. O biraz fərqlidir, elə deyilmi, Azər? Bəli, Nas surəsi daha çox daxili aləmimizə, psixoloji və mənəvi təhlükələrə fokuslanır. Burada Allahın 3 sifəti ilə sığınırıq. İnsanların Rəbbi, insanların hökmdarı və insanların ilahı. Rəşid. Və biz nəyə qarşı sığınırıq? Vəsvasul xannasa, yəni insanların qəlbinə vəsvəsə salan, gizlənən və geri çəkilən şeytanın şərindən. Azər. Bu xannas sözü çox maraqlıdır. O elə bir varlığı təsvir edir ki, biz Allahı xatırlayanda o geri çəkilir, unudanda isə yenidən vəsvəsə verməyə başlayır. Rəşid, tamamilə doğrudur. Deməli, Fələk surəsi bizi kənar şərlərdən, Nas surəsi isə daxilimizdən gələn, bizi yoldan çıxarmağa çalışan gizli pıçıltılardan qoruyur. Azər, bu 2 surənin ardıcıllığı da möhtəşəmdir. Onlar Quranın sonunda yerləşməklə sanki podkastımızı dinləyən hər kəsi bütün mənfi təsirlərdən təmizləyib bağlayır. Rəşid, həqiqətən də elədir. Peyğəmbərimizin yönəsəndə hər gecə yatmazdan əvvəl bu surələri oxuyub bədəninə sığal çəkdiyi bilinir. Bu, bir növ gündəlik mənəvi gigiyena kimidir. Azər, çox gözəl qeyd etdin. Ümid edirik ki, bu podkast buraxılışı dinləyicilərimizə bu 2 möhtəşəm surənin mahiyyətini daha yaxşı anlamağa kömək etdi. Rəşid, dinlədiyiniz üçün təşəkkür edirik.